Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi MMC, ELSIM MMC ilə satın alma müqaviləsi imzalayıb. Yenavaz.com xəbər verir ki, satın alma tender müsabiqəsi keçirilmədən bir mənbədən satın alma metodu əsasında imzalanıb. Müqavilənin şərtinə görə ELSIM MMC asan xidmət üçün SMS paketinin satın alınması xidmətini həyata keçirəcək. ELSIM MMC asan xidmətə 5 milyon ədəd SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 175 min manat alacaq. Rəqəmlərdən də göründüyü kimi asan xidmət bir SMS üçün 3,5 qəpik vəsait xərcləyəcək. Məlumat üçün bildirək ki, bugünə kimi asan xidmət bir çox şirkətlərdən SMS paketləri alıb. Son 5 ildə satın alınan SMS-lər heç vaxt 2,5 qəpikdən baha olmayıb. Belə ki, 2020-ci ildə ELSIM MMC-dən bir ədədi 2,2 qəpiyə 12 milyon 500 min ədəd, 2021-2022-ci illərdə Bimtek Mobile Solutions and Marketing Limited MMC-dən bir ədədi 2,1 qəpiyə ümumilikdə 30 milyon ədəd, 2023-2024-cü illərdə isə Figensoft Azərbaycan MMC-dən bir ədədi 2,5 qəpiyə 30 milyon ədəd SMS paketi alınıb.